Mən muğam oxuyanda bir konsert eləyəndə, zalı dolduranda iş bu qədər paylaşmırsınız. Dünya dağılıb. Nə olacaq? Hamı necə bizdə elə? İndi sizlə məşğul olmaq lazımdır deyə Daxili İşlər Nazirliyi nəzarətə götürməlidir. Bu yalancı başlıqlar yazan səhifələri cəzalandırmalıdır. Var götürüb nə gəldi yazırsınız? Xatirə İslam və yoldaşı cəzalandırıldı. Bu xəbəri siz hardan götürüb yazırsınız? Hardan bu hansı mənbədən almısınız? Bunu nə ixtiyarla ağzınıza gələni yazırsınız? Cərimə hamı kimi biz də cərimə olmuşuq da. Yəni burada biz deyəndə, yəni yoldaşım, burada nə var axı? Nə böyük iş olub, burada nə böyük problem olub? Nə olub da? Yəni nə olduğunu bilməyə də deyin, biz bilək də, görək nə olub. Skuter sürmüşük, yəni orada da başımızda kaska olmuyor. Eyb yox, tək ki sizin hamınızın başında kaska olsun. Heç bir problem yoxdur. Bizə eyb yox da. İndi biz eləmədik. Biz çox böyük yəqin bir səhv eləmişik. Heç nə olmaz. Siz o səhvi tabi də eləməyin. İnanıram ki, bu şəhərdə hamı başına kaska taxacaq bundan sonra. Prosta yazanda biraz düzgün yazın. Elə xəbər oxunsun deyə ağzınıza nə gəlir yazırsınız. Belə olmaz axı. Cəzalandırıldı. Nə bilim, yox bizi astılar, kəstilər, doğradılar bizi. Nə var ki? Hamı nətər bizdə elə də. Yəni 40 manat cərimədir. Nə olacaq ki? Yoldaşım idarə eləyib, belə bir iş olub, 40 manat da cəriməsini ödəyib. Burada nə böyük problem var?